Salam müəllim, müəllimə sizinlə DİM test toxusundan hüceyrənin biokimyası bölməsindən deməli maddələr mübadiləsi fəslindən bəzi testlərin izahını paylaşacağam. Buna qədər izah elədiyim videoların da linkini bu videonun altına yerləşdirəcəm. Başlayaq izaha. Deməli, bitki 672 litr karbon qazından nə qədər karbohidrat sintez edə bilər? Biz əvvəlcə yazmalıyıq fotosintezin reaksiyasını. Fotosintezin reaksiyası deməli yazırıq ki, karbon qazı üstəcəl su alınır, glukoza üstəcəl oksigen. Karbon baxırıq, burada 6 ədəd karbon atomumuz var. Deməli, karbon qazının qarşısına 6 yazırıq. Daha sonra deməli, hidrogenimiz 13 dənədir, burada 2 dənədir, ona görə burada bir 6 yazırıq və oksigenlə əmsallaşdıranda baxırıq ki, oksigenlə qarşısına düşür 6. Çünki 6-sı burada, 6 dəfə 2-nin, 12-si də burada 18, 6-sı çıxanda qalır 12-si, burada düşür 6. Bu, fotosintezimizin reaksiyası. Bu reaksiyadan istifadə edəcəyik. Deməli, reaksiyada üzr istəyirəm, biz görürük ki, 6 vurulsun 23,4 litr deməli, karbon qazı reaksiyaya daxil olur və sintez olunan karbohidratın miqdarı 180 qrama bərabərdir. 1 molekul glukoza sintez olunur, o da molekulyar kütləsi 180-ə bərabərdir. Bizdən soruşur ki, bəs 672 litr əgər karbon qazından istifadə olunarsa, nə qədər glukoza sintez olunacaq. 672 vurulsun 180 bölünsün 6 vurulsun 22,4 cavab eləyir 900 qram karbohidrat sintez olunacaq. Növbəti 133 nömrəli test. 90 qram karbohidratın tam parçalanmasından neçə kilojul enerji ayrılar və neçə mol ATF sintezi olunur və bu da bizə deyir tam parçalanma. Tam parçalanma, yəni glikoliz üstəcəl oksigenli mərhələ. İkisi birlikdə olur tam parçalanma. Tam parçalanmada 180 qram əgər glukoza parçalanmağa məruz qalırsa, yəni glikoliz mərhələsində 180 qramdan 1 moldan başlayırıqsa, sonda əmələ gələn enerji olur glikoliz mərhələsində əmələ gəlir 200 kilojul enerji, oksigenli mərhələdə əmələ gəlir 2600 kilojul enerji. Toplam edir 2800 kilojul enerji. Və neçə mol ATF sintez olunar? Yenə də əgər 180 qram deməli glukoza parçalanmağa məruz qalırsa, glikoliz prosesində əmələ gəlir 2 mol ATF, oksigenli mərhələdə isə əmələ gəlir 36 mol ATF, o da bərabərləyir 38-ə. 180 qramda. Bəs 90 qramda? 90 qram nə deməkdir? 180-in yarısı deməkdir. Ona görə ümumilikdə bölürük 2-yə. 2800 2-yə böləndə eləyir 1400 kilojul, 38-ə 2-yə böləndə eləyir 19 mol ATF. Yəni cavab A bəndi. Davam edirik 134. Deməli, yayda bir həftə ərzində 1 kvadrat metr yarpaq sahəsində 98 qram üzv maddə əmələ gəlmişdir. Günün uzunluğunu tapın. Günün uzunluğu təbii ki, zamandan söhbət gedir. T-ni bizdən soruşur. Biz bilirdik ki, fotosintezdə 1 qram üzv maddənin əmələ gəlməsi, yəni fotosintez məhsuldarlığı bərabərdir 1 saat ərzində, yəni T 1 saat ərzində 1 kvadrat metr yarpaq sahəsində, yəni S. İndi burada bizdən soruşur T-ni. T bərabər olacaq nəyə? M bölünsün S-ə. M-i bizim üçün verib 98 qram. M bərabərdir 98-ə, elə S-i də verib. S də bərabərdir 1-ə. Yəni 98 bölünsün 1 elə bərabərdir 98-ə. Biz tapdıq ki, deməli nəyi? T-ni, yəni saatla. T-ni tapdıq 98 saat. Bəs nə qədər vaxt ərzində
bir həftə ərzində, bir həftəmizdə 7 gün var. Əgər 7 gündə toplam 98 saat ərzində fotosintez prosesi baş vermişdirsə, bəs bir gün ərzində neçə saat ərzində fotosintez prosesi baş verəcək? Yəni 98 bölünsün 7. O da bərabər olacaq 14-ə. Yəni 7 gün ərzində cəmi 98 saat fotosintez baş vermişdirsə, bir gündə də 14 saat ərzində baş verəcək. Növbəti davam edirik. 135. Virusun müdafiə pərdəsini hərəsi 120 amin turşusu qalığından ibarət olan 100 zülal molekulu təşkil edir. Yəni bizim ümumilikdə 100 dənə zülal molekulumuz var. Hərəsində 120 dənə amin turşu qalığı var. Bu virusun pərdəsinin orta molekul kütləsi nə qədər olar? Deməli 100 molekulun hər birində 120 amin turşu varsa, deməli toplamda 100.000 yox. 12.000 amin turşu deməkdir. Bir amin turşumuzun kütləsi zülal molekulunun tərkibində 110-a bərabərdir və 12.000 amin turşunun kütləsi x-ə bərabərdir. Yəni 12.000 vurulsun 110 bərabərdir 1.320.000. A bəndi. Davam edirik. Növbəti 136. Glikoliz prosesi zamanı istilik şəklinə yayılan enerjinin miqdarı 1200 kilojoule olmuşdur. Glikoliz prosesi nəticəsində sonda əmələ gəlir 200 kilojoule enerji. Və glikoliz prosesində əmələ gələn ATF-in miqdarı olur 2 mol. Və biz bilirik ki, ATF əmələ gəlir nədən? ADF-dən. Yəni ADF-dən ATF əmələ gəlir. Bu nə deməkdir? Yəni burada bir dənə makroelektrik rabitə əmələ gəlir. Yəni 40 kilojoule enerji toplanır. Glikoliz prosesində isə 2 molekul ADF-dən 2 molekul ATF sintez olunur. Yəni 40 vurulsun 2 bərabərdir 80 kilojoule enerji istilik şəklində və enerji şəklində zat desək ATF-də toplanır. Yerdə qalan 120 kilojoule istilik şəklində səpələnir. İndi deyir, bu zaman neçə mol glikoza parçalanmış və nə qədər enerji ATF şəklində toplanmışdır. Ümumi cəmiləndə glikolizin reaksiyasını yazsaq, C6H12O6 üstəgəl ADF yerə gələn adedləri orta fosfat turşusunu bir dənə P olaraq yazacağam. H3PO 4 sadəcə P olaraq yazacağam. Alınır deməli ATF üstəgəl su və süd turşusu. C3H6O3 və üstəgəl təbii ki 200 kilojoule enerji. Bayaq da deyək 2 mol ATF əmələ gəlir. Deməli 2 mol ADF reaksiyaya daxil olacaq və 2 mol orta fosfat turşusu daxil olacaq və əmələ gələcək su ilə miqdar olacaq 2 mol. Bu 200-ün də 80-i toplandı enerji şəklində, 120-si istilik şəklində səpələndir. İndi əgər 120 kilojoule enerji deməli istilik şəklində yayılmışdırsa, 120 kilojoule enerji yayılmışdırsa, bu zaman neçə mol glikoza parçalanmışdır? 1 mol. Bəs 1200 kilojoule enerji istilik şəklində ayrılmışdır, nə qədər yayılacaq? Yəni neçə mol glikoza parçalanacaq? 10 mol. Və nə qədər enerji ATF şəklində toplanar? 80 kilojoule. Əgər deməli 120 kilojoule istilik şəklində ayrılırsa, toplanan enerjimizin miqdarı olacaq 80 kilojoule. Əgər 1200 kilojoule enerji ayrılırsa, toplanan enerjimizin miqdarı olacaq 800 kilojoule. Yəni B bəndi. Növbəti baxırıq deməli 137-yə. Glikoliz prosesi zamanı ayrılan suyun ümumi kütləsi 108 qram olmuşdur. Bu zaman neçə mol glikoza süd turşusuna parçalanmış və nə qədər ATF sintez olmuşdur? Yenə glikolizin reaksiyasını yazaq. C6H12O6 üstəgəl 2 dənə ADF üstəgəl
2 dənə H3PO4 alınır. Nə? 2 dənə C3H6O3, yəni süd turşusu, üstəgəl 2 dənə ATF, üstəgəl 2 dənə su. Və enerjimizdə təbii ki, 200 kilojul enerji əmələ gəlir. 80-i ATF hissəsində toplanır, 120-si səpələnir ətrafa. Yəni işimizə yaramır. Qlikoliz prosesi zamanı istilik şəklində yayılan enerjinin miqdarı, aşağı baxdıq, üzr istəyirəm. Qlikoliz prosesi zamanı ayrılan suyun miqdarı 108 qram olmuşdur. İndi baxırıq, ayrılan suyun miqdarı nə qədər olur? 2 vurulsun 18. Əgər 2 vurulsun 18 qram su ayrılmışdırsa, neçə mol qlükoza süd turşusuna parçalanmışdır? 1 mol. Bəs 108 qram parçalanmışdırsa nə qədər ayrılacaq? X. X deyəcək, səhv vermirəmsə 5, deməli 108 2-yə bölünür, edir 54, 54 də 18-ə bölünür 3. 54 18-ə bölünür, 3 mol. Deməli 3 mol qlükoza parçalanmış olacaq və nə qədər ATF sintez olunacaq? Deməli, əgər qlükozamız 3 moldursa, demək ki, ATF-imiz də 3 vurulsun 2, 6 mol olacaq. Və yaxud da yenə təkrarla yazırıq. 2 vurulsun 18 qram suyumuz parçalananda əmələ gəlir 2 mol, bəs 108 qram suyumuz əmələ gələnəndə, su parçalanma dedimsə, üzr istəyirəm, səhvlə dedim. 2 vurulsun 8 qram suyumuz əmələ gələndə 2 mol ATF əmələ gəlirsə, 108 qram su əmələ gələndə nə qədər? Deməli, ATF əmələ gələcək, o da bərabər olacaq 6 mola. 2 ilə 2 gedəcək, 108-də 18 bölünür, bəli, 6 mol doğrudur. Devam eləyək, 138. Polipeptit zəncirinin biosintezi 1 dəqiqə müddətində başa çatırsa, bu zaman ayrılan suyun molekul kütləsi neçəyə bərabər olacaq? Və biz baxırıq variantlara, bizim üçün 2 rəqəm verilmişdir. Bu nə deməkdir? Yəni, bir amin turşunun zülan molekuluna birləşdiyi hər 2 zaman intervalı ilə biz hesablamanı aparmalıyıq. Yəni, həm minimum, həm maksimum. Yəni, biz bilirik ki, bir amin turşunun zülan molekuluna birləşməsinə 5-də 1, 6-da 1 saniyə vaxt tələb olunur. İndi bir də deyirik. Polipeptit zəncirin biosintezi 1 dəqiqə, yəni 60 saniyə müddətinə başa çatırsa, bu zaman ayrılan suyun molekul kütləsi neçəyə bərabər olacaq? İndi necə yazırıq? Yazırıq ki, əgər bir amin turşunun birləşməsinə 5-də 1 saniyə və yaxud da 0,2 saniyə vaxt sərf olunursa və yaxud da 0,2 saniyədə bir amin turşu birləşirsə, bəs 1 dəqiqə ərzində, yəni 60 saniyə ərzində neçə amin turşu birləşəcək? X sayda. 60 da bölünür 0,2-yə, 0 gedib bura artırırıq. 602-yə böləndə eləyir 300. Düzdürmü? 300. Deməli, 300 amin turşu olacaq. Və biz bilirik ki, amin turşular birləşdikdə, 2 amin turşu birləşdikdə, orada 1 molekul su əmələ gəlir. Və yaxud da n sayda amin turşu bir-birlə birləşdikdə n-1 sayda su əmələ gəlir. Yəni 300 əgər amin turşumuz varsa, 300 çıx 1 sayda, yəni 299 sayda deməli su molekulu əmələ gələcək. Və bizdən su molekulunun kütləsini soruşur. Suyun kütləsi bilirik ki, 18 qrama bərabərdir. 299 vurulsun 18 bərabərdir 5382. Və növbəti rəqəmi də siz özünüz hesablaya bilərsiniz. 6-da 1 ilə, orada da eyni tənasibi qururuq. Əgər bir amin turşunun birləşməsinə 6-da 1 saniyə sərf olunursa, bəs 60 saniyə ərzində neçə amin turşu birləşəcək? Amin turşunu tapırsınız. Amin turşudan çıxırsınız bir vahidi su molekulunun sayını tapmaq üçün. Ondan sonra da su molekulunun vurursunuz kütləsinə, sayını vurursunuz kütləsinə. Yəni, n sayda əgər su molekulu tapmısınızsa, onu da vurursunuz 18-ə, alınır sizin növbəti cavabınız. 139. Polipeptit zəncirinin biosintez zamanı. Lüfəmizi açaq.
Polipeptit zəncirinin biosintez zamanı ayrılmış suyun ümumi molekul kütləsi 3600-ə bərabərdir. Polipeptit zəncirinin özünün molekul kütləsi neçəyə bərabər olacaq? Deməli, biz bilirik ki, bir molekul suyumuzun kütləsi 18-ə bərabərdir. Və su molekullarının kütləsi cəmi 3600-ə bərabərdirsə, neçə molekuldan ibarət olacaq? X də bərabərdir 200-ə. Düzdürmü? 200-ə. İndi 200 bizim su molekulumuz varsa, o da ki, amin turşuların sayı nəyə bərabər olacaq? Biz bilirik ki, n sayda amin turşu varsa, bunların sintezi, yəni bir-birinə birləşməsi zamanı əmələ gələn su molekullarının sayı n-1 olur. Biz tapdıq burada 200 nəyi? Suyu. Yəni n-1 bərabərdir 200-ə. N də bərabər olacaq 201-ə. Deməli, 201 amin turşumuz var. Və bir amin turşunun da kütləsi bərabərdir 110-a. Təbii ki, zula molekulunun tərkibində. 201 vurulsun 110 bərabərdir 22110 olacaq bizim düzgün cavabımız. Davam edirik. 140. Mhm. 4 mol ATF-in ADF-ə çevrilməsindən neçə kilojul enerji və neçə mol fosfat turşusu əmələ gələr? 4 mol ATF-in ADF-ə çevrilməsindən. ATF birləşir su ilə əmələ gətirir ADF-i və adından görsəndiyi kimi adenozin trifosfat turşusu çevrildi adenozin difosfat turşusuna. Deməli, burada bir dənə ortofosfat turşusu ayrılmış oldu. Və bir dənə makrobik rabitə qırılırsa, əmələ gəlmiş olacaq 40 kilojul enerji. Və 4 mol ATF, ADF-ə çevrilməsində neçə kilojul enerji əmələ gələr? Birindən 40-dırsa, 4-ündən 160. Bəs neçə mol fosfat turşusu əmələ gələr? 1 ATF, ADF-ə çevriləndə 1 mol fosfat turşusu əmələ gəlirsə, 4-də də olacaq 4-ü. Yəni 164 C bəndi. Sonra baxırıq 141-ə. Məlumat RNT-də kodlaşdıran tripletlərin molekul çəkisi deməli 360 min. Baxın görün sıfırlar düzmü yazıq? 4 dənə sıfır. Bəli, 360 minə bərabərdir. Nəyin kütləsi? Tripletin kütləsi. Yəni, ümumilikdə məlumat RNT-nin kütləsi, kodlaşdıran hissənin kütləsi bizə demək istəyir, fərqi yoxdur. Bir nükleotidin molekul kütləsi 300 olarsa, onda bu məlumat RNT üzərində kodlaşdırılmış zülal neçə amin turşusundan təşkil olunmuşdur? Biz bilirik ki, məlumat RNT-dən zülalın biosintezi zamanı, yəni translyasiya prosesində bir tripletimizə bərabərdir nəyə? 3 nükleotidə kodlaşdırır bir amin turşusunu. Yəni, burada bir triplet bərabərdir bir amin turşu. Eyni anlayış deyil. Bəzən bunu yoldaşlar qarışdırır. Sadəcə kodlaşdırmaq deməkdir. Kodlaşdırır. Bir triplet və yaxud da 3 nüklein turşusu kodlaşdırır bir amin turşunu. İndi baxırıq nəyə? Ümumi molekul kütləsi 360 mindir. Bir tripletin əgər sayını tapsaq, burada biz avtomatik olaraq amin turşunun sayını da tapa bilərik. Çünki bizdən elə neçə amin turşundan təşkil olunmasını soruşur. Yenə baxırıq, yazmışıq bir triplet bərabərdir 3 nükleotidə və biz onsuz da bilirik, amma yenə sağ olsun bizim üçün verir ki, bir nükleotidin molekul kütləsi 300-ə bərabərdir. Əgər bir nükleotid 300-ə bərabərdirsə, bax, burada yazmışıq, deməli, 3 nükleotid bərabərdir 900. O da bərabərdir bir tripletə, o da kodlaşdırır bir amin turşusunu. Deməli, biz elə triplet sayını tapsaq, amin turşu sayını tapmış oluruq. Yəni, bizə verilən ümumi kütləni 360 mini bölürük 900-ə, alırıq amin turşunun sayını sıfırlar gedir. 36-nı 9-a böləndə 4 cavab edir 400.
Davam edirik. Növbəti 142. Bir ribosom 50 saniyə müddətində bir molekul zülal sintez edir. Deməli, bir molekulumuzun sintezinə 50 saniyə vaxt sərf olundu. Ribosom məlumat sintezi üzərində 0,2 saniyədə bir triplet sürəti ilə hərəkət edirsə, biz dedik ki, bir triplet bir amin turşusunu kodlaşdırır. Yəni 0,2 saniyə bir triplet sürətlə hərəkət edirsə, o deməkdir ki, bir dənə tripleti 0,2 saniyə oxuyur və yaxud da bir amin turşusunu 0,2 saniyəyə birləşdirir. Yəni deməli istəyir ki, bir amin turşusunun birləşməsinə 0,2 saniyə vaxt sərf olunur. Bəs görəsən 50 saniyə müddətində neçə amin turşu birləşdirəcək? Vəssalam, bu olur bizim məsələmizin cavabı. 50 bölünsün 0,2. 0-ı bura yazsaq, 500-ə bölünür, 250 amin turşudan ibarət olur. Davam edək. 143. Əgər polipeptid zəncirində bir-biri ilə birləşənə qədər, bir-birlə birləşənə qədər, yəni sərbəst amin turşuların kütləsini deyir. Polipeptid zəncirində bir-birinə birləşənə qədər, hələ birləşməyiblər, birləşənə qədər kütləsi bərabər olur. Bir amin turşunun kütləsi bərabər olur 128-ə. Çünki onlar bir-birlə birləşdikdə bir molekul su ayrılır ki, bir molekul suyun kütləsi bərabər olur 18-ə. Yəni, birləşdikdən sonra kütləsi bərabər olacaq 110-a. Ortadakı amin turşuların əvvəlki və sondakından başqa. İndi amma biz burada necə istifadə edəcəyik demə bu rəqəmdən? Molekul kütlədən orta hesabla cəmi 15360 olmuşdur. Deməli, biz burada amin turşu sayını tapmalıyıq. Düzdürmü? Yəni 15360 ümumi kütlədirsə, bunlar bir-birinə birləşənə qədər. Yəni bir amin turşunun kütləsi zulan molekuluna birləşməmiş 128-ə bərabərdirsə, bəs 15360 kütlə neçə amin turşuya bərabər olacaq? 15360-ı bölürük 128-ə, tapırıq amin turşunun sayını. Bölünsün 128, tapırıq amin turşunun sayını. O da bərabərdir 120-yə. Yəni bizim 120 amin turşumuz var. Bu amin turşulardan, yox. Amin turşu? Düzdür. Amin turşuların deməli, orta kütləsi, bəli, deməli 120 amin turşumuz var. Bu amin turşularından təşkil olunmuş zülalın molekul kütləsi neçəyə bərabər var? Deməli, biz dedik ki, 120 amin turşumuz var. Bu 120 amin turşu bir-birlə birləşdikdə nə qədər su ayrılacaq? N-1 sayda və yaxud da 120 çıxılsın 1 sayda. Yəni 119 molekul su ayrılmış olacaq. 119-u vururuq 18-ə bərabər eləyir. 119-u vururuq 18-ə bərabər eləyir. 2142. Bu nəyin kütləsi oldu? Amin turşular bir-birinə birləşən zaman ayrılan su molekullarının kütləsi. Deməli, yerdə qaldı nə? Elə bir-birinə birləşən amin turşuların kütləsi qaldı. Yəni, bizə verilmiş o əvvəlki sərbəst haldakı amin turşuların sayından çıxırıq. O amin turşular bir-birinə birləşən zaman əmələ gələn suyun kütləsini alırıq düzgün cavabımızı. 15360 çıxılsın 2142 bərabərdir 13218. 218 A bəndi. Sonra davam edirik. 144. 144. Nukleotidin orta kütləsi 300 atom kütlə vahidinə bərabərdir.
150 amin turşusundan ibarət olan zülal haqqında məlumatı kodlaşdıran məlumat elentinin təqribən kütləsi nə qədər olar? Deməli, bir amin turşunu kodlaşdırır bir triplet. Bir triplet də ibarətdir 3 nükleotiddən. Bizim cəmi 150 amin turşumuz var. Deməli, 150 triplet olmalıdır. 150 vurulsun 3, yəni 450 də bizim nükleotidimiz olmalıdır. 450 nükleotid tapdıq kodlaşdıran hissədə. Və bir dənə də nükleotidimizin kütləsi bərabər olur 300-ə. Bəs bu məlumat elentinin kodlaşdıran hissənin kütləsi nəyə bərabər olacaq? 450 vurulsun nükleotid. Yəni, bir nükleotidin kütləsi, yəni 300-ə. 450 vurulsun 300 olacaq bizim düzgün cavabımız. O da bərabər olur 135.000 atom kütlə vahidi. Yəni, D bəndi. Davam edirik. 145. Məlumat elentində kodlaşdıran tripletlərin molekul kütləsi 90.000-ə bərabərdir. 90.000. Nəyin kütləsi? Tripletlərin kütləsi. Yəni yazıq triplet bərabərdir 3 nükleotidə. Bir nükleotidimizin kütləsi 300-ə bərabərdir. 3 vurulsun 300, deməli tripletimizin də kütləsi bərabərdir 900-ə. Deməli 90.000-i böləndə 900-ə bərabər olur neçəyə? 2 sıfırdan gedir 9-a bərabərdir 100-ə. Yəni, əgər 100 dənə triplet amin turşu kodlaşdırırsa, baxın, kodlaşdıran tripletlərin molekul kütləsi 90.000-dir. Deməli, burada neçə amin turşu olacaq? Elə 100 dənə amin turşu olmuş olacaq. Bu məlumat elentinin üzərində sintez olunan zülalın molekul kütləsi neçə olacaq? Amin turşunun sayını tapdıq 100 dənədir. Bir amin turşunun kütləsi 110-a bərabərdir. 110 vurulsun 100 eləyəcək 11.000. Cavab A bəndi.